Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Zərifə Məmmədovanın barəsindəki hökmündən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Qərara əsasən təqsirləndirilən şəxsin müdafiəçisinin və zərərçəkmiş şəxsin apellyasiya şikayətləri və dövlət ittihamçısının apellyasiya protesti təmin edilməyib. Gəncə şəhər məhkəməsinin hökmü dəyişdirilib. Amnistiyaya əsasən Zərifə Məmmədova Gəncə şəhər məhkəməsinin hökmü ilə ona təyin edilmiş 1500 manat miqdarında cərimə cəzasından azad olunub. Barəsinə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib. İbtidai istintaq orqanı tərəfindən toplanmış materiallara əsasən hadisə 11 iyun 2024-cü ildə Gəncə şəhəri Atatürk prospektində qeydə alınıb. Təqsirləndirilən şəxsin bacısı zərərçəkmiş Təxminə Məmmədova Zərifənin onun şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığını iddia edərək məhkəməyə müraciət edib. Zərifə də buna görə onunla mübahisə edib. İstintaq materiallarına əsasən Zərifə Təxminəni nalayiq ifadələrlə təhqir etdikdən sonra onun burun nahiyəsinə bir zərbə vurub. Nəticədə zərərçəkmiş şəxsin burnu sınıb.